Dövrlər hissəsi, din, dövrlər, ədədlər üzərində əməllər. Səhvi 126-dan başlayırdı, səhv etmirəmsə. Dövr operatoru, ədədlər üzərində əməllər. Buyurun uşaqlar, suallarınızı verin. Bunu verməmişəm. Budur da, məncə. Soruşun. Ona qədər səhv var. 5, 9. Baxaq. Bu sxemdə təsvir olunmuş alqoritmin Python dilində təsviri hansıdır? Təkrarlanan hissə hansıdır? Hər dəfə elədiyim x bərabərdir y plus 2, y bərabər 4 vur x. Deməli, dövrün gövdəsi bu olacaq. Şərt hardadır? Buradadır. Bu şərtə əsasən təkrarlanırsa, deməli, burada while dövründən istifadə edəcəm. While y kiçikdir 24, qoşa nöqtə. Bu da while-a aid olan operatorlar olacaq. İndi burada məsələn, A variantına A-ya baxın, birinci x bərabər 0 daxil edib. Sonra y bərabər 4 vur x yazıb. Amma burada onu yazmayıb. A-da yazmayıb, amma B-də yazıb. Alqoritmin addımları olduğu ardıcıllıqla yazılmalıdır şərtədə. Bloka, proqramada. Burada məsələn, y bərabər 4x unudub. Sonra bir sıraya baxaq, görək burada nə var. If-lə olmur. O da for dövrü deyil. For dövrü uşaqlar nə zaman qururuq? For dövrü qururuq. Dövrlərin sayı qabaqcadan məlum olanda modifikasiyalı dövrü çevirəndə. Burada while-dan istifadə olunub. Şərt qoyulub ki, nə qədər 24-dən kiçikdir bunu icra elə. Burada bəs nədir? Problem. Burada yerləri dəyişik yazılıb, tərsinə yazılıb. Birinci x bərabərdir, y üstəgəl 2-dir, sonra y bərabər 4 vur x-dir. Cavab olur B variantı. Aydın Ayşən? Özdə ən sonda bir dənə y çap olunub deyə, dövrdən eyni sırada bir dənə print var. Baxın, əgər dövrün içərisində hər dəfə çap olunsaydı, print while operatorunun içərisində yazılacaqdı. Aydın Ayşən? 9-a qədər başqa səhv var? 8. Məsələn, k-ya bir ədəd verək. Tutaq ki, k olsun 5. i dəyişəcək. 1-dən 5 üstəgəl 1, 6, amma 6-nın özünü almayacaq 5-ə kimi. i gəlib 1-i alanda t olacaq 1. S də olacaq 1. 1 vur 1, 1-də də. Sonra i gələcək 2-ni alacaq. T olacaq 2. S olacaq 1 vurulsun 2. i gəlib alacaq 3-ü. T olacaq 3. S olacaq 1 vur 2 idi, bir də 3-ə vuracaq. Yəni 3 faktorial. i gəlib 4-ü alacaq. T olacaq 4. S olacaq 1 vur 2 vur 3 vur 4. Ən sonda i 5-i alacaq. T olacaq 5. S olacaq 1 vur 2 vur 3 vur 4 vur 5. Deməli, S-də 5 faktorial oldu. Baxaq, birdən k plus 1 ədədinə kimi k plus 1 daxil olmalı. K plus 1-i almır. K-ya qədər gedir. K minus 1-i də almır. Daha doğrusu k minus 1 deyil. Deməli, k-da birdən ixtiyari k ədədinədək k daxil olmaqla ədədlərin sayının fərqini yox, birdən k ədədinədək k daxil olmaqla ardıcıl ədədlərin sayını və hasilini tapır. Cavab olacaq Y. Aydındır? Sonra 9-a baxırıq. Deməli, dövrün içərisində daxil etmək varsa, bu nə deməkdir? İxtiyari. Çünki səndən gözləyəcək ki, sən ədəd daxil eləsin. Deməli, bu ixtiyari ədəddir. Dövr neçə dəfə davam edir? X 0-da başlayır. Ən son nəyi alır? 9-u. Deməli, neçə dəfə davam edir? 10 dəfə. 0-dan 9-a 10 dənə ədəd var da. Dövrə girdiyi son qiymətə baxın, 9 alıb girir. 0-dan 9-a deməli 10 dəfə dövr işləyir. 10 dəfə ixtiyari ədəd daxil edilir.
O ixtiyari ədədlərində cəmi y-ə toplanır və y sonda çıxışa verilir. Yəni, daxil edilən ixtiyari 10 tam ədədin cəmini tapır. Məsələn, burada yazıb 10 ədəddən cütünü, cütü yoxlamır. Təki də yoxlamır. Sayı tapmır. Say bir-bir artardı. 9 ədədi də deyil. Yenə deyirəm, dövrün sayına fikir verin. X-in başlanğıc qiyməti 0-dır. Dövrə girən ən son qiyməti 9-dur. 0-dan 9-a deməli neçə qiymət var? 10 dənə qiymət var. Aydındır bu saat. Sonra 20-yə qədər səhv varsa deyin. 20-yə qədər uşaq var. Yox, 11. Baxaq 11-ə. Int input onluq ədəddir. Onluq ədəd daxil edirik. Bunu demişəm bu hissəsini əslində, amma bir də deyirəm. Deməli 8-ə bölüb qalığı tapdım, 8-ə bölüb tamı tapdım. Bu da tərsinə düzməyimə kömək edir. Deməli verilmiş onluq ədədi 8-lik say sisteminə çevirirəm. Onluq say sistemində yazılmış natural ədədi 8-liyə çevirir. İndi gəl bunu göstərək ki, bu dəqiq belədirmi? Məsələn, bir dənə ədəd daxil eləyək. Tutaq ki, məsələn 17. 17 8-lik say sistemində 2-1 ədəddir. 2-1-dir 8-likdə. Bu onluqdadır bu. İndi 17-ni daxil eləyə görək bizə 2-1 verirmi? 17 böyüdümü 0-dan? Hə, Q bərabər oldu. 17-ni 8-ə bölündə qalıq hissə 1. A bərabər oldu, tam hissə 2. D bərabər oldu. S deyir Q. Yəni, sətir 1. Üstəgəl D-də boş bir sətirdir. Yəni 1 elədi yenə. Sonra gəldim A 2-dir də. 2 böyüdüm 0-dan. Hə. 2 böyüdümü 0-dan? Hə. Q bərabər oldu. 2-ni 8-ə böləndə qalıq hissə 2. A bərabər oldu. 2-ni 8-ə böləndə tam hissə 0. D bərabər oldu. S deyir Q. Yəni 2. Üstəgəl 1. Mənə nə verdi? 2 sətir toplananda nə olur? Birləşir. 21-i aldım. Görürsən 17 daxil etmişdim. 21 çıxdı. Deməli, neynədir? Verilmiş onluq say sistemindəki natural ədədi 8-lik say sisteminə çevirdi. Aydındır. Özü natural ha. Natural olması ödəmir. Çünki bölmədə fərqli, mənfi ədəd olsa fərqli nəticə verir. Natural ədədləri çevirmək üçündür. Başa düşdük uşaqlar? Sonra 20-yə qədər soruşun uşaqlar. Yoxdur səhviniz. Dəqiq yoxdur ki. Yaxşı. 14, 20. Baxaq 14-ə. Verilmiş proqram 30 ədədini çap etməsi üçün dəyişəni bax 30 çap olunmalıdır. I dəyişir 0-dan 4-ə kimi. Bunun giriş qiyməti bilmirəm neçədir. Amma mən nəyi toplayıram üstünə? S bərabər başlanğıc qiyməti x-dır da. I gəlir 0 alır. 2 vurulsun 0 üstünə əlavə edirəm. Sonra i gəlir 1 alır. Budur da cavab. Bunun üstünə 2 üstəgəl 1 əlavə edirəm. Sonra i gəlir 2-ni alır. 2 üstəgəl 2-ni əlavə edirəm. I gəlir 3 alır. 3 vurulsun 2-ni əlavə edirəm. Bir də i gəlir ən sonda 4-ü alır. 4 vurulsun 2-ni əlavə edirəm. Yəni S bərabər olur x üstəgəl 20 eləyir də bu səhv etmirəmsə. 1-dən 4-ə qədər ədədlərin 2 mislidir. 20 bərabərdir 30-dur sonda. Deməli başlanğıc qiyməti nə olmalıdır? 10 olmalıdır ki, sonda 30 alınsın. Aydındır? Hə, Əmin? 20. Belə. 8-ə bölüb qalığı tapır. 8-ə bölüb tamı tapır. Deməli, bu nə eləyir? 8-lik say sisteminə çevirir. Yəni, baxdıq bura. Deməli, y-də nədir? 8-likdəki rəqəmdir. Əgər 8-likdəki rəqəmi 3-dən kiçik ya da bərabərsə A bir vahid artır. Deməli, A 3-dən kiçik, belə deyək də, A 3-dən böyük olmayan rəqəmlərin sayıdır. 3-dən böyük olmayan
Rəqəmlərin sayıdır. Rəqəm, sayı, ad. Sonra gəlirəm, baxıram, əgər bu şərt ödənərsə, bir də bunu yoxlayır. Y böyük bərabərdir 2. Bu isə nədir? Və bu ödənir, bu ödənir də. Yəni y burada dəyişir artıq 2 ilə 3-ün arasında. 2, 3 parçasında olur. Yəni bu şərt ödənib sonra bunu yoxlayıramsa, ədəd deməli ya 2-dir, ya 3-dür də. B bir vahid artır. Yəni ya 2 ya da 3 olarsa B bir vahid artır. B də burada qalan ədədlərin sayıdır. Bu aralıqda yerləşən ədədlərin sayı. Deməli, mən nə edirəm? 675 daxil edilib, input. Deməli, onluq ədəd verilir. Bunun 8-ci sayı sisteminə çevirirəm. 675-i 8-yə çevirirəm. 8-ə bölsəm 64, 35-ə bölsəm 4, 32, 3 qaldı. 8-ə bölsəm 10, 4 qaldı. 8-ə bölsəm 1, 2 qaldı. 1, 2, 4, 3. Deməli, A burada nə olacaq? A 3-dən kiçik bərabər olan rəqəmləri sayacaq. 1, 2, 3 olacaq A. B nə olacaq? Ya 2 ya 3 ola bilər də. B də olacaq 2. 2 ilə 3-ün sayı da. Deməli, ən sonda cəmi nə çıxacaq? 5. Baxın, görün, aydındır. Kimin sualı idi bu? Başa düşdün? Hə? Tamam. Tamam, sonra neçəyə baxırıq uşaqlar? 21. Baxaq 21. Necə? 4 hansı şərti ödəyir burada? Hı? Bu ödənməsə, qulaq as da, bu ödənməsə bunu yoxlaya bilərəm. Deməli, bundan asılıdır. Yəni, burada y kiçik bərabər 3 olarsa, bir də bunu yoxlayıram. Yəni, y bu şərti ödəməlidir. Başa düşdün? B bu zaman artır. Əgər 2 ilə 3 arasında yerləşən bir ədəd olarsa, B bir vahid artır. Yəni, 4-də ödəmir. Sonra 21-ə baxaq. Nə deyir? Hə, burada ortaq o günlərim kim idi soruşur deyə qarşılıqlı sadə olub olmamağını yoxlamır. Bax, burada yoxlayır, ədədlərdən kiçiyini götürür. Başlayır i-ni birdən həmin ədədə qədər dövr etdirir. Ədədləri o rəqəmlərə bölür də. Məsələn, belə deyək. Qarşılıqlı sadə ədəd deyirdi. Yəni, ardıcıl ədədlər birisi də qarşılıqlı sadədir. Mən elə götürürəm. Məsələn, götürürəm 12 ilə 13-ü. Hər ikisi eyni anda eyni ədədə bölünməlidir ki, D həmin ədədi alsın. Deməli, baxıram ki, 12 kiçikdirmi 13-dən? Hə, K-ya bərabər oldu, K bərabər oldu 12-yə. Da bu ödənmədi. K oldu 12. I dəyişəcək 1-dən 13-ə kimi, amma 13-ün özünü almayacaq. 1-dən 12-yə kimi dəyişəcək. I gəlir birinci 1 alır. Hər ikisi 1-ə bölünür, D olur 1. Sonra i gəlir 2-ni alır. 12 2-yə bölünür, 13 bölünmür. 12 3-ə bölünür, 13 bölünmür. Ənlə birləşdiyi üçün hər ikisi eyni ədədə bölünməlidir. İndi 12 ilə 13-ün ortaq bölündüyü bir ədəd var, yoxdur. Ortaq bölündüyü ədəd olmadığı üçün D dəyərini dəyişmir daha növbətə. Ancaq 1-də ödənir bu. Və D bir qiymətini alır. 1 1-ə bərabər, bəli. Deməli, nə zaman 1 verərdi bu bizə? Qarşılıqlı sadə olanda. Deməli, ədədin daxil olan ədədin gözüm də görmür. Qarşılıqlı sadə olub olmadığını müəyyən edin. Başa düşdü uşaqlar? Bax, keçən səfər alqoritm qurma dərsinə qoşulanlar bilər. Orada var idi buna oxşar bir dənə sual. Ədədin qarşılıqlı sadə olmasının tapılması. Biz onu əbobla yazdıq. Amma bu üsul da doğrudur. Mən ən kiçik ədədə qədər bölənlərə bax. Lap bu olmasın, hər ikisi bölünən ədədlər olsun. Məsələn, silmək olmadı, yenə nə oldu buna? Hə. Deməli, məsələn, ikisi də böləni olan ədəd götürürəm. İndi deyərsiniz ki, bəlkə 13-ün böləni yoxdur, ona görə bəlkə ödəndi. Birini 8 götürürəm, birini 9 götürürəm. Kiçiyə qədər davam etdirirəm. Yəni, i dəyişəcək 1-dən 8-ə kimi. Və bir-birini götür. Məsələn, i gəlib 1 alanda hər ikisi 1-ə bölünür. D olacaq 1. Növbətdə də məsələn, i-ni gətirəcəm 2 qoyacam.
8 bölünür 9 bölünmür. İ gəlib 3 alacaq. 8 bölünmür 9 bölünür. İ gəlib 4-ü alacaq. 8 bölünür 9 bölünmür. İ gəlib 5-i alacaq, heç biri bölünmür. İ gəlib 6-nı alacaq, heç biri bölünmür. İ 7-ni alır, heç biri bölünmür. İ 8-i alır, 8 bölünür 9 bölünmür. Da bundan sonra yəni heç birində ödənmir. D1 olaraq qalır. Yəni qarşılıqlı sadədirsə, bunların birdən başqa ortaq böləni yoxdur. Bəli sözü çap olunur. Amma qarşılıqlı sadə olmasaydı, məsələn, götürək, tutaq ki, 6 ilə 9-u. Məsələn, onların əbobu nəyə bərabərdir? 3-ə. Hə, çox böyük ədəd vermirəm. Mahiyyətini başa düşsəz bəsdir. 6 ilə 9 verirəm. Kiçik ədədə qədər davam edir. İ dəyişir 1-dən 6-ya kimi. İ 1-dən 6-ya kimi qiymət alır. Deməli, i gəlir 1-i alır. Hər ikisi 1-ə bölünür. D olur 1. İ gəlir 2-ni alır. 6 bölünür, 9 bölünmür. İ gəlir 3-ü alır. Həm 6 bölünür, həm 9 bölünür. D dəyişir olur 3. Sonra i gəlir 4-ü alır. Heç biri bölünmür. 5 alır, heç biri bölünmür. 6 6-ya bölünür, 9 bölünmür. Yəni D 3 olaraq qalır. 3 1-ə bərabərdir, xeyr. Deməli, yenə deyirəm, qarşılıqlı sadə ədədlərin ortaq böləni sadəcə 1 olur. Hər ikisi 1-ə bölünür. Deməli, qarşılıqlı sadə olub olmamasını müəyyən edir. Aydındır? Sonra soruşun uşaqlar. 27-yə qədər. 27-yə qədər deyirəm. 27-yə qədər. Yoxdur. Nə yaxşı yazmısınız siz? Ümid edirəm səhvlərin hamısı deyilir də, yəni hansısa deyilməməzlik edilmir. Sərxan sual ver, Cahid sual ver. Sual verməyən uşaqlar var burada. İlkin qoşulmayıb, hə? İlkin buradasan? Yox, qoşulmayıb. Nəman qoşulmayıb. Sən buradasan? Hə. Bir dənə vermirsən bir. Ləman sual verdi, səndə yoxdur sualın. 27-yə qədər bir dənə sual ver. Yaxşı. Python dilində yazılmış proqramın icrasından sonra çap olunacaq ulduz simvollarının sayını müəyyən edin. Bir uşaqlar, bax, bir ulduz vurmadır, hə? Bir ulduz simvoldur. Burada baxın, məsələn, buradakı dırnaq arasında olan simvoldur da. Yəni, mən bu ulduzları vurma ilə işarələsəm, budur da, yəni, ulduzu buradan alıram. Ulduzun sayı buradan çıxır. Deməli, i dəyişir 1-dən 5-ə kimi. İ gəlib 1-i alanda ulduz vurulur 1-ə, o da vurulur 2-yə. Sətri də ədədə vuranda sətr ədəd qədər təkrarlanır. 2 dənə ulduz buradan çıxır. Sonra i gəlir 2-nə. Yəni bunu hesablamıram da, bu mənə boşluğun sayını verir onsuz da. Nəylə buranı bir də hesablayım? Mənə əsas ulduz lazımdır deyənə bu tərəfə baxıram. İ gəlir 2-ni alır, ulduz vurulsun 2, vurulsun 2. 4 dənə ulduz çap olunur. Sonra i gəlir 3-ü alır. Ulduz vurulsun 3, vurulsun 2. 6 dənə ulduz çap olunur. Sonra i gəlir 4-ü alır. Ulduz vurulsun 4, vurulsun 2. 8 dənə ulduz çap olunur. 4, 8 və i ən sonda 5-i alanda ulduz vurulsun 5, vurulsun 2. 10 dənə ulduz çap olunur. Belə başa düşün, 10 dənə ulduz çəkmirəm. 2, 4, 6, 8, 10. Cəmi elədi 30, hə? 30 edir, 40 edir. 30, bu, hə, 10, 30. Cəmi 30 dənə ulduz çap olunacaq. Aydındır. Sonra 30-a qədər başqa səhv olan var? Baxaq. Gəl bunu belə yazaq. Məsələn, a üstəgəl a bizə nəyi verir? Hı? Yəni, a üstəgəl a nədir? A bərabər a vur 2 deyil. Hə, a vur 2-dir də. Yəni, dövr davam elədikcə a 2-yə vurulub. Dövr neçə dəfə davam edib? 1-dən 6-ya kimi 5 dəfə davam edib. 6-nın özünü almır da, hə, 5 dəfə.
2-ni 5 dəfə 2-yə vuracam. Nəticə nə olur? 64. Yox, axı bir dənə də 64 və heç hesablamağa ehtiyac yoxdur, yəni belə şey. Belə dövrlə də yaza bilərsən. Məsələn, i gəldi 1-ni aldı, a oldu 4, 2 üstəgəl 2-dir. Sonra çünki i gəldi 2-ni aldı, a oldu 4 üstəgəl 4, 8. i 3-ü alır, a olur 8 üstəgəl 8, 16. 4-ü alır, a olur 16 üstəgəl 16, 32. 5-i alanda da olur 32 üstəgəl 32, 64. Aydındır? Sonra 30 sən səhvin 37 idi, 33, 33. Aman de. Nə, cavab dedi. Niyə? Bax, 2-nin qüvvəti olan bir ədədi 2-yə bölə-bölə gedin. Ən sonda nə alacaqsınız? 1. Orada da yoxlayır ki, 1-ə bərabərdirmi? Yəni, məsələn, belə deyim. Tutaq ki, 8. 8-i bölürəm 2-yə, eləyir 4. Yenə 2-yə bölünür deyə 1-ə bölürəm, eləyir 2. Sonra yenə bir də 2-yə bölündü, bir də bölürəm, eləyir 1. Bir də daha 2-yə bölünmür deyə dayanıram. 1-1-ə bərabərdirmi? Hə, bəli, söz tapım. Yəni mən 2-nin qüvvəti olan bir ədədi 2-yə bölə-bölə gedib ən sonda 1 ala bilərəm də. 2-nin qüvvəti olmasa fərqli ədəd alınacaq. Baxın, yoxlayaq. Bu alqoritmi yadınızda saxlayın. Fərqi yox. Məsələn, 4 oldu, 4, yəni burada 4 yazılsa 4-ün qüvvəti, 8 yazılsa 8-in qüvvəti, 9 yazılsa 9-un qüvvəti. Hamısında eyni işi görür, yəni. Məsələn, bir 8-in qüvvəti olan bir ədəd yazıram. Bir də 8-in qüvvəti olmayan bir ədəd. 8 deyirəm, 2-nin qüvvəti və 2-nin qüvvəti olmayan bir ədəd yazdım. Səndə məsələn deyirsən, ikilik sayı sistemində olub olmadığını yoxlayır. Bunun üçün bax, fikirləş ki, ikilik sayı sistemində olan ədədin ya ancaq 0 və 1-ləri var da. Yəni sən onu yoxlayarsan. Ədəd 0 və 1-dən ibarətdirmi? Yəni onun üçün nə yazacağıq? Bunun kodun koderə var idi. Ancaq sıfırları sayırdı, sonra birləri sayırdı. Əgər sıfırların və birlərin cəmi sayı bütün uzunluğa bərabərdirsə, deməli ədəd ikilik sayı sistemində var. Yəni ancaq 0 1-dən təşkil olunub da. Yəni bu ikilikdə olub olmamağını yoxlamır. 2-nin qüvvəti olub olmamağını yoxlayır. Baxaq, məsələn 2-nin qüvvəti olan tutaq ki 16-dır. 16-nı əlavə elədim. 16-nı 2-yə böləndə alınan qalıq 0-dır. 2-yə bölünürsə, yəni 2-yə bölürəm, eləyir 8. Sonra yoxlayıram. 8-i 2-yə böləndə alınan qalıq 0-dırmı? Hə, eləyir 4. 4-ü 2-yə böləndə alınan qalıq 0-dırmı? Hə, n olur 2. 2-ni 2-yə böləndə alınan qalıq 0-dırmı? Hə, n olur 1. İndi gəldim. 1-i 2-yə böləndə alınan qalıq 0-dırmı? Yox. Yoxlayıram. 1-1-ə bərabərdir. Bəli sözünü çıxardır. İndi 2-nin qüvvəti olmayan bir ədəd daxil edin. Məsələn 12. 12 2-yə bölünürmü? Hə, böldüm. Nə elədi? 6. Sonra bir də yoxlayıram. 6-nı 2-yə bölürəmmi? Hə, bölünür. N olur 3. 3 2-yə bölünürmü? Yox. N 3 olaraq çıxdı. 3 bərabərdirmi 1-ə? Xeyr sözü tapılır. Yenə deyirəm, yəni 2-nin qüvvəti olan bir ədədi 2-yə bölə-bölə getsəm, ən sonunda 1 alıram. Ona görə 2-nin qüvvəti olub olmadığını yoxlayır. Aydındır? Sonra uşaqlar. 34. Əgər ədəddə 5 varsa, mən onun içərisində 5-i çıxıram. Məsələn, 25-də 5 varsa, 5 dənə 5-in çıxacam, ən sonda 0 qalacaq məndə. O sonda qalanı istəyir səndən, n istəyir. Nə qədər ki deyir 5-dən böyük bərabərdir, yəni içində 5 var. Onu məsələn, tutaq ki 17 daxil elədim. 17 böyük bərabərdir 5-dən. Hə, n oldu 12. Sonra yenə 12 böyük bərabərdir 5-dən. Hə, n oldu 7. 7 böyük bərabərdir 5-dən. Hə, n oldu 2. 2 böyük bərabərdir 5-dən, yox, sonlandı və n-in 2 qiyməti çap olundu. İndi içərisində 5-dən varsa, nə qədər ki var, biz onu çıxmağa çalışdıq da. Bu nəyə oxşayır? Bölmə əməlinə oxşayır da. Nə qədər ki ondan var, azaldıramsa, deməli bölürəm də. Deməli, bax 17-ni 5-ə bölsəm, nə eləyəcək? 3 tam 5-də 2 qalıq qalacaq. Deməli, bu proqram nəyi tapır?
qalığı tapır. Nə qədər ki içərisində 5 var, o 5-i çıxa-çıxa gedəcək, ən sonunda qalığı alacaq. Məsələn, 23-ü qoysaq bura. 23-ü qoysaq. 23-də 5 var, çıxacaq, eləyəcək 18. Sonra 18-də 5 var, çıxacaq, eləyəcək 13. 5 var, çıxacaq, eləyəcək 8. 5 var, çıxacaq, eləyəcək 3. 3-də yoxdur deyəndə dayandı. Yəni nəyi tapdı? Qalığı tapdı. Deməli bu boyutda kodu bir dənə print n faiz bölmə 5 yazsam əvəz eləyər. Aydındır İsmail? Sonra uşaqlar. 36. Baxaq, deməli, məsələn, 1, 2, 3 daxil eləyək. Sətr daha inputdursa sətr tipindədir. Ədəd də daxil etsəm. Yəni ABC də daxil edə bilərəm, 1, 2, 3 də daxil edə bilərəm. Len S-1 uzunluq 3-dür, bu deməli 2-dir. 2 böyük bərabərdirmi 0-dan? Hə, S1 bərabərdir. S1 üstəgəl S2. S2-yə baxsam 0, 1, 2, 3-dür. Bu mənə verir 3 sətrini. i1 vahid azalır, olur 1. 1 böyük bərabərdirmi 0-dan? Hə, S bərabərdir. S1. Daha doğrusu S1. S1 3-dür. 3 üstəgəl S neçədir bu? I. S1. S-in birinci elementi 2. Bu da mənə verəcək, deməli, 3 üstəgəl 2 olacaq 3, 2. 2 sətri topladım. i1 vahid azalır, olur 0. 0 böyük bərabərdirmi 0-dan? Hə. S1 bərabər olur S1, 3, 2, üstəgəl S0. S0-da nədir? S0-da 1 eləyir 3, 2, 1 sətri. Və i alır -1'i. -1 böyük bərabərdir 0-dan sonlanır. S1-i çıxışa verir. Daxil elədiyim 1, 2, 3 sətri idi. Çıxışa verilən 3, 2, 1 sətridir. Deməli, nədir? Tərs ardıcıllıqla cavab etdi. Təyinat misallarına yerinə sətir, ədədində baxın da tipinə. Qoyun, həll eləməyə çalışın uşaqlar. Onda kodu oxumağı da öyrənəcəksiniz yavaş-yavaş. Kod nə iş görür? Aydındır? Sonra 37, baxaq 37-yə. Ədəd daxil edib tutarsa əgər. Deməli, Python dilində yazılmış proqram nəyi təyin edir? Uşaqlar, bu hissəsini demişdim, yadda saxlayın. Bu nə iş görür? Ədədə 0-dan sağ olun. Ədədin rəqəmlərinə 2 cür müraciət etmək olar. Biri bu ilə, bir də siyahıya, sətrə çevirib for dövrü ilə müraciət edə bilərik. Nə qədər ki A 0-dan böyükdür, K bərabərdir A-nı ona böləndə qalıq hissə, A da bərabərdir A-nı ona böləndə tam hissə. Sonra deyir, əgər bu K deməli nədir? 0-dan 9-a kimi bir rəqəmdir də. Yadda saxlayın həmişə. Bu ədədin rəqəmlərini verir. 2-yə böləndə alınan qalıq birdirsə, deməli rəqəm təkdirsə, neyinir onu? 1-1 artırırsa, sayır. 0-la başladım, şərt ödəndi. 1-1 artırırsa, bu sayğacdır. Deməli, tək rəqəmlərini sayır. Əks halda neyinir? S-in üstünə əksi nədir? Cütdür. Cütlərin özünü cəmləyir. Deməli, verilmiş ədədin tək rəqəmlərinin sayını, cüt rəqəmlərinin cəmini tapır. Lap yoxlayaq bir dənəsini. Məsələn, qoyaq 4000, məsələn, A-ya verək 4321. 4321 böyüdümü 0-dan. Hə, K bərabər oldu. Ona böldüm, qalığı tapdım. Sonuncu rəqəm verir.
10'a böldüm, tamı tapdım. Sondan bir rəqəmi sildi. Sonra 1-i 2-yə böləndə alınan qalıq 1-dirmi? Yəni təkdirmi? Hə, şərt ödəndi. N bir vahid artdı da, əks halına baxmıram. Keçirəm növbəti dəfə. 432 böyüdümü 0-dan? Hə. K bu dəfə bərabər oldu. Sonuncu rəqəm 2. A da bərabər oldu. Sondakı rəqəmi sildim. 43. 2 cütdürmü? Yəni təkdirmi yox. S işlədi. S bərabər oldu 2-yə. Sonra 43 böyüdümü 0-dan? Hə. K bərabər oldu 3-ə. A bərabər oldu 4-ə. 3 təkdirmi? Hə. N bir vahid artdı oldu 2. A böyükdür, yəni 4 böyükdür 0-dan. Hə. K bərabər oldu 4-ə. A bərabər oldu 4-ü 10-a bölsəm 0 tam düşür. K təkdirmi yox. S bərabər oldu 2 üstəgəl 4. Deməli 4, 3, 2, 1-i daxil etmişdim. M 3-də və 1-də bir vahid artdı oldu 2. S isə 2-də və 4-də topladı 4 üstəgəl 2. Yəni təkləri saydı, cütləri cəmlədi. Aydındır Emil? Təklərin sayı, cütlərin cəmi, tək rəqəmlərin sayını tapdım. Aydındır? 40-a qədər başqa sual var? Qırxa qədər uşaqlar. Sual verin də. Qoşulub sual verməyənlər var ha. Kərimdir, Ayazdır, səsi çıxmır. İ burada hansı qiymətləri alacaq? Hə? Harada başlayır? 10, 99. Deməli, bunlar necə ədədlərdir? 2 rəqəm. 2 rəqəmli. Deməli, 2 rəqəmli ədədləri aldım. 2 rəqəmli ədədi 10-a bölsəm qalır. Məsələn, 2 rəqəmli bir ədəd götürürəm. N bərabərdir x, y. A mənə nəyi verir? Y-i. B nəyə verir? X-i. Yəni, rəqəmlərini götürdüm. X ilə Y-i cəmlədim. 2-yə böləndə alınan qalıq 0-dırsa, həmin o i-dir bu. I-ni çap elədim. Deməli, 10, 99 parçasındakı, baxım, rəqəmləri cəmi cüt, elə var bu olacaq. Rəqəmləri cəmi cüt olan 2 rəqəmli ədədlərin, yox, cəmi yox. Rəqəmləri cəmi cüt olan 2 rəqəmli ədədləri çap edir. Deməli, rəqəmlər A ilə B ədədin rəqəmləridir, cəmləyir. 2-yə böləndə alınan qalıq 0-dırsa, deməli, rəqəmləri cəmi cütdürsə, həmin o i-ləri çap edir. Məsələn, i 10 ilə 100 parçasında deyil. Tutaq ki, i-yə verirəm, məsələn, 23. 23-ü götürdüm. A oldu 3, B oldu 2. 2 ilə 3-ün cəmi oldu 5, çap eləmədim. İndi gəldim 24-ü verdim. A oldu 4, B oldu 2. 2 ilə 4-ün cəmi 6. 6 2-yə bölünür deyə 24-ü çap elədi. Deməli, rəqəmləri cəmi cüt olan 2 rəqəmli ədədləri çap edir. Aydındırmı? Sən yazmışsan, yəqin bütün cüt ədədləri çap edir. Axı cütlüyün şərti bu deyil ki, rəqəmləri cəmi 2-yə bölünsün. Sonra cütlə bitirsə, ədəd cütdür. Sonra 40-a qədər uşaq var. Başqa sual var? Baxaq. Üçdən böyük olduqca 2-yə böləndə alınan qalır. Deməli, dövrün in hansı qiymətləri alır? 15-dən, bax, bir azaldır. 15-dən ən son aldığı qiymət hansıdır? 4-dür. 15-dən 4-ə qədər alır qiymətləri. Bir azaldacaq. Ən son dövrə 4 ilə girir də. 2-yə böləndə alınan qalıq 0-dırsa, deməli, təkdir. Təkləri neyinir? Cəmləyir. Əks halda cütdür, cütlər neyinir? Sayır. 15-dən 4-ə qədər təkləri tapsam, 15, 13, 11, 9, 7, 5. Cütləri tapsam, 14, 12, 10, 8, 6. Deməli, 4-ün özü. 4-ün özü. Deməli, 1, 2, 3, 4, 5, 6. 6 dəfə bu şərt ödənəcək. Qalacaq 6.
Bir də bunların cəminə baxıram. 20, 20, 20, 60 da bu eləyəcək. 60 ilə 6. Aydındır Elnarə? Ha, bildim. Oxuyun da, kodu oxuyun. Baxın, fikir verin. Nə ilə gəldi, nə ilə çıxır, nə ilə addımlayır. 50-yə qədər səhv var. 42, 46. 42. Burada şey yazmayıb, Armstrong yazmayıb. Bax bu hissə yenə deyirəm. Oy, gözləyin. Bax elə bil ki bu yoxdur. Bu hissə yoxdur. Bu yoxdur. Bu mənə nəyi verirdi? Ədədin rəqəmlərini. Q olurdu ədədin rəqəmləri. Deməli burada nə edib? Rəqəmlərinin kublarını tapıb cəmləyib. Əgər ədəd rəqəmlərin kubları cəminə bərabərdirsə, Y üstünü səhv olur. Yəni 3 rəqəmli natural ədədin rəqəmlərinin kubları cəminə bərabər olub olmamasını yoxlayır. Belə ədədlərə biz deyirik Armstrong ədədlər, amma məktəb kitabında yoxdur deyə burada yazılmayıb. Deməli, bax, məsələn 370 Armstrong ədəd. Yoxlayaq. A-ya veririk X-i 370-i. S sıfırdır. 370 böyüdümü sıfırdan? Hə, Q bərabər oldu 0. S oldu 0-ın kubu. X oldu 37. 37 böyüdümü sıfırdan? Hə, Q oldu 7. S oldu 0-ın kubu. Üstəgəl 7-nin kubu. X oldu 3. 3 böyüdümü sıfırdan? Hə, Q oldu 3. S oldu 0-ın kubu. Üstəgəl 7-nin kubu. Üstəgəl 3-ün kubu. Rəqəmlərinin kublarını cəmi tapın. X oldu 0. 0 sıfırdan böyüdümü? Yox. İndi gəl bunu hesablayaq. 0-ın kubu elə 0-dır. Üstəgəl 7-nin kubu 343-dür. Üstəgəl bu da 27-dir. Cəmi bizə nə verdi? 370. Deməli, ədəd rəqəmlərinin kubları cəminə bərabərdir. Onda 370 üçün burada nə söz tapılacaq? Yes. Deməli, daha 3 rəqəmin natural ədədin rəqəmlərinin kubları cəminə bərabər olub olmadığını müəyyən edir. Aydındır bu saat? 46-ya qədər səhv var. Yoxdur ki 46-ya qədər. Nəsə elə bilirəm ki, arada qalır ha. Aşağıdakı proqram fraqmentinin yerinə yetirilməsi nəticəsində hansı ifadənin qiyməti hesablanır? Proqramçının qəbul imtahanı nə vaxt? Ay neçəsidir? Yadımdan çıxıb. İyun. Yanarə. İyunun 7-si. Deməli, baxaq. Təyinat misaldır. Təyinat misalında nə edirdik? N-ə qiymət verib hesablayırdıq. Yenə N-ə qiymət verək. Məsələn, N-ə verək. Tutaq ki 4. Görək nə işə yarayır. I dəyişəcək. N-ə 4 versəm, I dəyişəcək 1-dən 4-ə kimi. Deməli, I gəlib alacaq birinci 1-i. P bərabər olacaq mənfi P. P nə idi özü? Mənfi 1. Vurulsun 1 bölünsün 2. Olacaq 2-də 1. S də olacaq. S də olacaq. 2-də 1. Çünki 0 üstəcək 2-də 1. Oldu 2-də 1. I gəlib 2-ni alır. P bərabər olur. Mənfini qoyuram. Sonra P-ni yazıram. 2-də 1. Vurulsun yenə 2-də 2. Bax, belə yazıram. Mənfi 2-nin kvadratında 1 vur 2 hesablamıram. Təyinat misaldır uşaqlar. Nə elədiyin görməliyik. Bu mənə nəyi verir? 2 faktorial. Mənfi 2 faktorial bölünsün 2-nin kvadratı. S 2-də 1 idi. Üstünə gəlirəm. Yəni bunu çıxılsın. 2-nin kvadratında 2 faktorial. Sonra I gəlir 3 alır. Təyinatda bəli, özümdən rəqəm verib, yəni kodun əsas nə iş gördüyünü tapmağa çalışıram da, görüm necə addımlayır. I-yə 3 verdim. P-nin ən son qiyməti nə idi? Mənfi yazıram, mənfi. Burada P-ni qoyuram da. P nə idi?
mənfi 2 faktorial bölünsün 2-nin kvadratı. Vurulsun i 3 bölünsün 2. Bu da mənə nə verəcək? Müsbət 2-nin kubunda 2 faktorialı 3-ə vursam edir 3 faktorial. Deməli, S nə oldu? 2-də 1 çıxılsın 2-də 2. Bax, bunu mən əslində 2-də 1 üstü 1 faktorial yaza bilərəm də, eyni şeydir. 2-nin kvadratına 2 faktorial, üstə gəlinsin 2-nin kubunda 3 faktorial. Birində yazaq, i məsələn 4-ü alanda P nəyə bərabərdir? P mənfi P-ni yazıram. 2-nin kubunda 3 faktorial vurulsun 4 bölünsün 2. Bu mənə nə verəcək? Mənfi 2 üstü 4-də 4 faktorial. Deməli, S nəyə bərabər olacaq? Mənfi 2-də 1, yox, mənfi 2-də 1 neyim? Müsbət 2-də 1-in 1 faktorial, çıxılsın. 2 üstü 2-də 2 faktorial, üstə gəlsin. 2-də 3-də 3 faktorial, çıxılsın. 2 üstü 4-də 4 faktorial. Artıq növbətçisini müəyyənləşdirmək olar da, hə? Üstə gəl, 5 faktorial bölünsün 2 üstü 5. Çıxılsın 6 faktorial bölünsün 2 üstü 6. Bu cür gedir. Aydındır, kodun mahiyyətini başa düşdük. İndi bax, bura tətbiq edirik. Görək hansı nəyi verir bizə. Məsələn, bu deyil, faktorial olmalıdır. Hamısı müsbət deyil. Cavab C-yə oxşayır, baxaq. Məsələn, mənfi 2-də 1 nə başlamamışdı. Burada da ancaq üstü 1-dir. Düzgün cavab olur C. Aydındır. Yerinə yazıb yoxlayırıq. Sonra prosta sizin etdiyiniz səhvlərin təyinat misallarını böyük ehtimal ya görüb qorxub yazmırsınız, ya da ki hesablayırsınız. Hesablayanda da düzgün nəticə vermir. Sonra 50-yə qədər səhv var uşaqlar. 50-yə qədər 51. Python dilində yazılmış kodun nəticəsini müəyyən edin. Deməli, 2-yə bölünürsə, 3-ə bölünürsə, bunu elə şeylə də yaza bilərik, cədvəllə də. 12, 13, 14. Ayşə, bunu bilirsən, 15, 16, 17, 18, 19, 20-yə qədər gedir. İndi, birinci bu şərti yoxlayıram, cütləri. Cütlərdə bu ödənəcək. Deməli, təklərdə 3 vahid artacaq. Təkləri 3 vahid artırıram. Təklərdə 3 vahid artırdım. İndi gəldim cütlərə baxdım. Cütdürsə və 3-ə bölünürsə, deməli nə edir? 6-ya bölünür. 6-ya bölünənlərdə özü qədər artır. 12, 18. Əks halda 6-ya bölünmürsə, cüt olub, yəni 3-ə bölünmürsə, 2 vahid artır. Sonra bunları cəmləyirəm. Nə olacaq? 12, 15, 17, 20, 22, 25, 30, 48. Cavab olur B. Aydın da Ayşə? Tək-tək yazsaz uzun gedəcək. Bir-bir götür. Məsələn, i gəldi, 12-ni aldı. 12 cütdür. Cütdür 3-ə bölünür. Hə, S oldu 12. Növbət dəfə i gəldi, 13 aldı. 13 cütdür, təkdir, S oldu 15. Belə gedincə cədvəl daha sərfəlidir. Aydın uşaqlar, başa düşməyən varsa desin cədvəli izah edeyim bir də. Yaxşı. Sonra Ayşən, sən başa düşdün axırı? 60-a qədər 54. 54. Bu bizdə də var. Bu. Daxil olunma ardıcıl olur. Yəni, burada deyirik, məsələn, klaviaturadan ardıcı olaraq daxil edirəm bu qiymətləri. Birinci inputu harada görsən? Burada. Int input burada. Deməli, birinci daxil etdiyim bunun qiymətidir. i dəyişir 1-dən 5-ə kimi.
6-ya dəyişir, sadəcə 6-nı almır. Bax, indi burada fikir ver. Yenə x-a daxil edəcək, 5 dənə deməli qiymət qalır. Gəlir 1-i alır. X gözləyir ki, ona ədəd daxil edək. 4-ü daxil edirik ardıcıl. 5-ə nə vermişik? S olur 4. Sonra i gəlir 2-ni alır. X olur 5, S olur 9. i gəlir 3-ü alır. X olur 3, S olur 12. i gəlir 4-ü alır. X olur 0, S olur elə 12. i gəlir ən sonda 5-i alır. X olur 6, S olur 18. Aydındır mı bu saat? Sonra uşaqlar sonra nəyə baxırıq? Deyin görüm. "60-a qədər səhv var." Kod yazandan məncə sonra elə bil ki, daha yaxşı işləyirsiniz Python-u. Yaxşı, 61-dən 70-ə qədər. Bax, məsələn, 56-nı soruşmadınız. 56-nı izah edin görüm. De, buyur. Rəqəmlər, rəqəm. Ay, sağ ol. Düzdür, düz. 3 rəqəmli, rəqəmlərin cəmi 7 olan ən kiçik ədədi axtarırıq. Əla. Sonra başqa yoxdur səhviniz? Hə, uşaqlar? Baxaq 64-ə. Deməli, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X 3-ə böləndə alınan qalığı Y 3-ə böləndə alınan tamı verir və hər dəfəsində də bunların cəmini 2-yə vurub A-ya cəmləyirəm. İndi yəni i gəlib birinci alacaq 3-ü. X bərabər olacaq. 3-ü 3-ə böləndə qalıq 0, Y olacaq 1. Bunun cəmi olacaq 1, A olacaq onda 2. Çünki cəminin 2 mislini əlavə edirəm. Sonra i gəlib alacaq 4-ü. X olacaq 4-ü 3-ə böləndə qalıq 1, Y olacaq 4-ü 3-ə böləndə tam 1. A olacaq 2 üstəgəl X ilə Y-in cəmi 2-dir, 2 misli də 4-dür. Olacaq 6. i gəlib 5-i alacaq. X bərabər olacaq. 5-i 3-ə bölsəm qalığı 2. Y olacaq 5-i 3-ə bölsəm tamı 1. A olacaq 6 üstəgəl 2 ilə 1-in cəmi 3, 2 misli 6. Elədi 12. i gəlib 6-nı alacaq. X olacaq 6-nı 3-ə bölsəm qalığı 0. 6-nı 3-ə bölsəm tamı 2. A bərabər olacaq 0 ilə 2-nin cəmi 12 üstəgəl 0 ilə 2-nin cəmi 2, üstünə də 12 mislini hesablayıram 4 olacaq 16. i ən sonda 8-ə qədər gedir də 7-ni alır. X bərabər olur. 7-ni 3-ə bölsəm qalığı 1, 7-ni 3-ə bölsəm tamı 2. A da olur 16 üstəgəl 1 ilə 2-nin cəmi 3, 2 misli 6, cavab olur 22. Aydındır? Hə, Emil? Sonra uşaqlar soruşun 70-ə qədər 66. Bax, bəzi kodlar var ki, onlar artıq sizin belə necə deyək, göz yaddaşınıza yazılmalıdır. Bunlar biri bu koddur. Fərqi yoxdur burada 4 oldu, 7 oldu, 8 oldu, 9 oldu. Say sistemini çevir. Bir dənə 16-lıqda fərqlənir. Çünki 16-lıqda hərflər artıq daxil olmalıdır. Onu özüm kod kimi yazacağam ki, görəsiz. Ədədi 16-lığa necə çeviririk, 16-lıqdan 10-a necə çeviririk, 10-luğa necə çeviririk, onun kodunu yazacağam. İndi, deməli, bax burada, məsələn, gəl birinci kodu işlədim.
Görək nə nəticə verir bizə. İkilik say sisteminə çevirir. Yəni 16-nın ikilik say sistemində də 1 0 0 0-dır yazılışı. Birlərin sayını tapır. Bizə bir dənə 1 verəcək bu. Hətta belədir də. 1 4 dənə sıfırdan ibarətdir. Yəni nəticəsi 1-dir. Sonda həmin sətirdəki birlərin sayını tapır. Baxaq. Deməli, 16 böyüdümü 0-dan. Hə, Q bərabər oldu. 16-nı 2-yə böləndə qalıq hissə 0. A bərabər oldu. Tam hissə 8. S bərabər oldu. S deyir Q. Üstəgəl boş bir sətir. Bu da elə mənə 0 verir. Sonra 8 böyüdümü 0-dan. Hə, Q bərabər oldu. 8-i böləndə 2-yə qalıq hissə 0. A bərabər oldu. 8-i 2-yə böləndə tam hissə 4. S bərabər oldu. Q 0 üstəgəl S 0 2 dənə 0 oldu 0 0. Sətir tipində daxil yanaşı yazıram. Sonra 4 böyüdümü 0-dan? Hə, Q bərabər oldu. 4-ü 2-yə bölsəm qalıq 0. A bərabər oldu. 4-ü 2-yə bölsəm tam 2. S oldu. S deyir Q 0 üstəgəl 0 0. Oldu 3 dənə 0. Sonra 2 böyüdümü 0-dan? Hə, Q bərabər oldu. 2-ni 2-yə bölsəm 0. A bərabər oldu. 2-ni 2-yə bölsəm tam 1. S oldu 0 üstəgəl 0 0 0. 4 dənə 0 alındı. Sonra A 1-dir. 1 böyüdümü 0-dan? Hə, Q bərabər oldu. 1-i 2-yə bölsəm qalıq 1. A bərabər oldu. 1-i 2-yə bölsəm tam 0. S oldu Q, yəni 1 üstəgəl 4 dənə 0 oldu 1. Yəni 16-lığın ikilik say sistemində yazılışı. Bax, bu sətri aldım mən ən sonu. Sonra deyir ki, həmin aldığın sətirdə birlərin sayı da bir dənədir. Aydındır mı Büsat? 70-ə qədər uşaqlar. Başqa səhviniz varsa deyin. Yetmişə qədər. Yoxdur. Yaxşı. 80-ə qədər. 71 yaxşı. 71-80 aralığında başqa var? Hı. 79-a qədər yoxdur ki. Necə? 70. Baxaq 73-ə. Deməli, Python dilində yazılmış proqramın nəticəsini tapın. Aha. 2-yə qulaq as. Bəlkə bu biri nəzərə almamısan. Bax, i dəyişir 1-dən 14-ə kimi. 2-yə böləndə alınan qalıq 1-dən fərqlidirsə, 2-yə böləndə 2 dənə qalıq qala bilər. Ya 0-dır, ya 1-dir. 1-dən fərqlidirsə 0-dır. Deməli, 2-yə böləndə alınan qalıq 0-dırsa, ədəd cütdür. Deməli, cütlər nə edir? 1-1 artırır da, yəni cüt olanda S-i 1-1 artırır. Bu da 1-dən 14-ə kimi də 7 dənə cüt qiymət var da. 2, 4, 6, 8, 10, 12, 14. Bir dəqiqə. 2, 4, 6, hə. 7 dəfə bu şərt ödənir. Hər dəfəsində bir vahid artır. Amma S-in əvvəlki qiyməti 1 olduğu üçün olacaq 8. Bəlkə o biri nəzərə almamısan? Hı? Sonra 75 izah eləsin Ayaz. Buyur Ayaz. Səsini eşidək biraz. Ayaz yazmısan? Hı. Aha. Hı hı.
Hı hı. Hı hı. Mən amma elə öyrətməmişəm. Kərim izah elə görüm. Düzdür yolun. Demirəm səhvdir, amma uzundur. Kərim, Kərim dərsdədir hə? Buyur. Kərim yazmısan? Buyur izah elə biraz. Səsi çıxmayandan görə məcbur ağzına kəlbətinlə söz alasan. Buyur görüm. Mənə bax, yazmısan yazmısan. Mən dəqiq cavab verəcəm. Hə, tamam. Elnarə, yox. Buyur, buyur. Elnarə desin. Ay sağ ol. 300 çıxılsın 20K. Bölüşmək. Aha, aha, aha. Ay sağ ol. Aynıdır Kərim. Hı? İmtahanda siz vaxtla yarışırsınız uşaqlar. Ayrı, bəlkə bu dövr 10 dəfə gedəcəkdi. 10 dövrün hamısını yoxlayacaqdınız. Niyə yadınızdan çıxardırsınız ki, öyrətdiyimiz suları? Sonra izah elə cavab. Cahid izah elə. Hə, beləncədə səsimiz çıxır. Niyə bəs bayaqdan demirsən ay Cahid? Niyə yarımsıq yazmısan? Hə? Mən amma yarımçıq verməmişəm testi. İsmail izah elə. Bəs niyə dillənmirsən? Bayaqdan soruşuram səsinə kimin səhv var? Heç birinizin səsi çıxmır. Xəzər izah elə. 79 demədi. Hə, yox istəmirəm. Neysə. Deməli, mikrofonu bağlayın. Hı. Klaviaturadan 50 daxil edilərsə, daxil edilən 50 N-ə daxil edilib. S0-dan başlayıb İ-1-lə başlayıb. Bax fikir verin, S, yəni məsələn 0 kiçikdirmi 50-dən? Hə, S olur 1, İ olur 2. Sonra 1 kiçikdirmi 50-dən? Hə, S olur 1, 1 üstəgəl 2, İ olur 3. Yəni biz S-də nəyi toplayacağıq? Ardıcıl ədədlərin cəmini. İndi ardıcıl ədədlərin cəmi 50-dən böyük bərabər olsa, dövr sonlanır. Bu da ardıcıl. Məsələn, 9 ədədin cəmi 45 edir. Deməli 10 olmalıdır ki, yəni 1 üstəgəl 2, üstəgəl 3, üstəgəl 4, 5, 6, 7, 8, 9, 10-u aldı. 10-u, yəni 9-da 45-dir. S 45-dir. Hələ də kiçikdir 50-dən. Üstünə bir də 10 gəldi, elədi 55. 50-dən artıq kiçik deyil. Dövr sonlandı. Yəni S-in ən son üstünə gələn olur 10. İyonda bir vahid artır olur 11. Hə? İ olur 11. S olur 55, yəni ən sonda. İ də olur 11, dövr sonlanır. Dövr sonlanır. Bir də bu əməliyyat icra olunur. 55 minus 11 üstəgəl 1 eləyir 45. Baxın görün aydındır. Hı? Ardıcıl S-də.
i də bir-bir artır. Sadəcə gəlir üstünə i-ni. Sonra i-ni bir vahid artırır. Mən də baxıram neçə ardıcıl ədədin cəmi 50-ni aşacaq. 50-dən böyük bərabər olacaq. Bu da 10 ardıcıl ədədin cəmi eləyir. Yəni burada 10-u gəlir üstünə. Amma burada i-ni bir vahid artırır eləyir 11. İsmail başa düşdün sən də? 80-ə qədər başqa. Baxaq 76-ya. Deməli 3, 4, 5, 6, 7. Ardıcıl qiymətləri qeyd edirəm. Çünki for dövrüdür və i bir artıb 3-dən 8-ə kimi. Yəni ən son 7-ni al. Bax bu if-dən asılılığı yoxdur. Amma bu if else özü ilə tam bir blokdur da. Yəni bütün i'lər üçün bir bunu yoxlayacağam. Bütün i'lər üçün bir bunu yoxlayacağam. Və bir də burada if-lərlə eyni sırada dayanan s bərabər s plus 1 var ha. Bu hər dövrdə, məsələn, i3 olanda da s-in üstünə 1 gələcəm, 4 olanda da 5 olanda. Yəni hər dövrdə bu sərbəst operatordur, mütləq işləyəcək. Deməli, i-ni 2-yə böləndə alınan qalıq 0-dırsa, yəni cütdürsə 2 vahid artırıram. 2-də və 6-da 2 vahid artırıram. Sonra gəlirəm bu birisi if yoxlayıram. Bax bunu yoxladım. Bunun bundan asılılığı yoxdur ki. Eyni sırada yazılan iflər bir-birindən asılı deyil. Keçirəm o birisi if yoxlayıram. Bu if üçün də bütün i'lər üçün yoxlayıram. 3-ə bölünənlərdə 3 artırıram. 3-də və 6-da. Əks halda 3-ə bölünməyənlərdə 5 artırıram. 2-də, 5-də və 7-də. Bir də hər dəfə dövr işlədikcə s-i bir vahid artırıram. Deməli 4, 21, bu da 5. Cəmi elədi 30. Aydındır İsmail? 80-ə kimi başqa səhv. 79-u Ayşən izah elə görüm. Ayşən də deyəcək 80-ə kimi yazmışdım. 70-ə kimi yazmışdım. Hə Ayşən, buyur. Necə yazmısan? Aha. K dəfə olsun. A çıxılsın 12K. Kiçikdir 240. A çıxılsın 12K. Kiçikdir 240-dan. Aha. Görək bu bizə nə verir? 2 məhsul var. Bir dənə bərabərsizlik var. Biz bunu həll edə bilərikmi? Hı? Yazmışsan Ayşə. Mini 2 dəfə ona bölsəm 1 eləyir. Deməli dövrün sayı 3-dür. 3. A minus 30 kiçikdir 240-dan. A kiçikdir 240 204-dən. 203 ən kiçiyini istəyir. Onda hər bir dövr aşağı götürürsən. A minus 24 böyük bərabər. Hə, 276. Üstə gəlməli. Mən çıxmışam. Deməli, A kiçikdir 276-dan. Deməli, bir dövr aşağını götürsəm, A minus 24 böyük bərabər olur 240-dan. A da böyük bərabər olur 264-dən. Deməli, 264 ən kiçik qiymətidir. Bunu da mütləq ardıcıl getmisiniz. Sonra 80. Bəli, buyur. Yaxşı. Sağ ol. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bax, gəl bunu belə yazaq da. Deməli, bu dövr nə zamana kimi sonlanır? 50 böyük bərabər 2m kvadratı olana kimi. Yəni, m-in kvadratı kiçik bərabər olana kimi 25-dən. Yəni, m kiçik bərabər olana kimi 5-dən. Deməli, m 5-i alsa, 1-1 olsa da çıxır axı. 1-1 çıxır da.
5'ə bərabər olsa dövr sonlanacaq da, elə deyil. Bunu sadəcə yazdım. Bax bu şərt. Bunun sonlanması üçün nə olmalıdır? Bunun tərsinə olmalıdır. 50 böyük bərabər olmalıdır 2m-in kvadratına. M kvadratı kiçik olmalıdır 25-dən, kiçik bərabər olmalıdır 25-dən. Yəni deməli m kiçik bərabər 5-dir. M kiçik bərabər 5-dirsə, mən 15-dən neçə dəfə 1-in çıxmalıyam ki, 5-ə bərabər olsun 10 dəfə. Deməli dövrün sayı 10-dur. M də nəyə bərabər olacaq? 10 dənə 2, 20-yə. Baxın görün aydındır. Sonra uşaqlar, soruşun. 81. Deməli, elə də çətin misal deyil ha. Bax, kod gözünüzü qorxudur, qalırsınız belə. 3268 S0'dır. D oldu 3, 2, 6, 8 sətri. I1'dir. 1 kiçikdirmi? Bunun uzunluğundan 4'dən. Hə. K bərabər oldu. Bunu 10'a böləndə tam hissə. Birinci 10'a bölüb tamını götürür. 326. Sonra S bərabər olur. 10'a bölür, qalğın gəlir. I bir vahid artır olur. 2. 2 kiçikdirmi 4'dən? Hə. K bərabər olur. 10'a bölür 32. S olur. 6 üstəgəl 2. I bir vahid artır olur 3. Sonra deməli I 3'dür. 3 kiçikdirmi 4'dən? Hə. K bərabər olur 3'ə. S olur 6 üstəgəl 2 üstəgəl 3. I olur 4. 4 kiçikdirmi 4'dən? Yox. Dövr sonlandı. S nə oldu? S oldu 11. Sonra gəlib baxıram bura. Baba, dövr yuxarıdan aşağı gəlir də. Dövr bitəndən sonra şərti yoxlayıram. Int D. D-miz nə idi? Ədəd idi. Bu ədəd idi. Cütdürsə S-dən birini çıxıram. Həqiqətən ədədin son sıfırla. Bu int tətbiq olunan sonra sətr gedir, ədəd qalır da. 3268 cüt olduğu üçün S-dən birini çıxıram. S 11 idi, birini çıxdım, elədi 10. Cavab oldu 10. Aydındır. Sonra uşaqlar 90'a qədər sual varsa buyurun. 90'a qədər sual var. Məsələn, bax 85 qəbul sualdır. Neçə? 83. Proqramın baxaq 82'yə. Deməli, yazan var 82'ni. İzah elə görüm nə var, necə yazmışsan? Ay, sağ ol. Düzdür. 8'lik say, bax 8'ə böl. Ay, sağ ol. 8'lik say sistemində rəqəmlər, yəni 8'ə bölüb tamı tapır, 8'ə bölüb qalığı tamı tapır. Deməli 8'lik say sisteminə çevrilməlidir. Bu da 0-dan 7-yə kimi bir rəqəm ola bilər. Yəni 8'lik rəqəmdir. Dövrün sayı yadda saxlayın. Əgər 8'likdə rəqəmi varsa, bunu 8'ə bölə-bölə gedirəm də. Bölüb gedəndən sonra ən son 0'ı tapıram da. Deməli nə qədər rəqəm varsa 8'likdə dövr o qədər davam edir. Bunu da 3'dür dövrün sayı. Çünki P-yə çap olunan 3. Deməli 3 dənə rəqəm var. Bu 3 rəqəminin də hasili mənə nəyi verməlidir? 120-ni. Bu da 6, 5, 4'dür. Bir də bunların bütün kombinasiyalarıdır. Məsələn 6, 4, 5, nə bilim 5, 6, 4, 5, 4, 6, 4, 6, 5, 4, 5, 6 bu cür. 6 dənə kombinasiyadır. Burada natural deyir ha. Natural dediyi üçün 6 dənədir. Tam desəydi və burada bir dənə K bərabərdir. Məsələn, abs K olsaydı mənfilərdə götürəcəkdi. 12 dənə olacaqdı. Bunu da necə tapırıq uşaqlar? 3 dənə mövqe çəkirəm. 6, 5, 4-dən istifadə. Məsələn, bura 6-nı qoydum, bura 5-i 4-ü qoyuram. Bura 5-i qoydum, bura 4-ü qoyuram. 3, 2, 1, ümumi halların sayı olur 6. 6 dənə belə ədəd olacaq. Aydındır? Bir saat. İndi burada deyir ki, proqramın icrası nəticəsində 27 ədədinin çapa verilməsi üçün A dəyişəninə daxil edilə biləcək ən kiçik natural qiyməti müəyyən edin. İndi burada dövr neçə dəfə davam eləməlidir ki, 27-ni alsın?
Bəli, bura 3 dəfə davam edir. Deməli 3 rəqəmli bir ədəd axtarıram. Sadəcə burada fikir verin, rəqəmi sıfırdan böyük olmalıdır. Deyir ki, yəni 8-ə böləndə alınan rəqəmi 0-dan böyük olan ən kiçik 8 rəqəmli ədəd hansı olar? 3 rəqəmli, rəqəmi 0-dan kiçik olan ən kiçik 3 rəqəmli ədəd. 0 olmasın. 0-dan böyük olan. Çaşdım. Bəli, 1, 1, 1. 8-likdə. Kiçik dedim, üzrü sayın. Deməli, rəqəmi 0-dan böyük olmalıdır. Çünki burada baxın, 8-ə böləndə alınan qalıq 0-dan böyükdür deyir. Yəni, rəqəm 0-dan böyük olmalıdır və 3 rəqəmli olmalıdır. Baxaq, məsələn, bu ədədi gəlin tapaq. Neçə edir bu bizdə? 64 üstəgəl 8 üstəgəl 1. 73-dür da bu. Görək 73 üçün bu bizə 27-ni verəcək. 73-ü daxil elədim. 73-ü 8-ə böləndə, 73-ü 8-ə bölsəm 1 qalıq qalır. Böyüdümü 0-dan? Hə. S bərabər olur 3-ə. A da bərabər olur 73-ü 8-ə böləndə tam hissə 9. 9-u 8-ə böləndə alınan qalıq yenə 1 olur. 0-dan böyüdümü? Hə. S olur 3 vur 3 9. A olur 9-u 8-ə böləndə tam hissə 1. 1-i 8-ə böləndə alınan qalıq eləyir 1. Böyüdümü 0-dan? Hə. S olur 9 vur 3 27. A olur 1-i 8-ə bölsəm 0. 0-ı 8-ə bölsəm 0 qalıq qalır. 0 0-dan böyüdümü? Yox. S oldu 27. Aydın oldu. Bu bizim kitabımız. Bu 20 sınağı işləyəcək. Orada da var. Sonra 85. Python dilində yazılmış proqramın nəticəsini tapın. D 0-dır. -60-dan 60-a kimi. A nəyi alır? A alır -60-dan 59-a kimi. Bizdən nə istəyir? Deyir ki, bu 0-dan böyük olduqca D-ni bir vahid artır. Baxıram, A üstəgəl 35 vurulsun, A minus 15 böyükdür 0 olmalıdır. Ki, D bir vahid artsın. Bunu da biz bu misalları intervallar üsulu ilə həll edirdik də. Birinci A-nın aldığı qiymət aralığını yazıram bura. -60-dan -59-a kimi. Sonra hər iki ifadəni sıfıra bərabər edib sıfırlarını tapıram. -35 ilə -15-dir. Sonra intervalı qururam. -60 ilə -35 arasında bir ədəd götürürəm. Nə verir mənə? Məsələn, -40 qoysam, mənfi, 2 mənfinin hansını müsbət, müsbət. Amma bizə 35 ilə 15 nöqtəsi lazım deyil, çünki 0-dan böyük olduğu nöqtələr istəyir. Yəni, burada nə olacaq? -60, -35 birləşir 15, 59. Bu aralıqda müsbət olur. Burada da mən də demişdim ki, əgər bir nöqtə daxildir, bir nöqtə daxil deyilsə, bu zaman böyükdən kiçiyi çıxırıq, bəs eləyir bizə. Əgər heç biri daxil deyilsə uc nöqtələrin, böyükdən kiçiyi çıxıb birini azaldırıq. Əgər hər ikisi daxildirsə, böyükdən kiçiyi çıxıb üstünə 1 gəlirik sayını tapmaq üçün. Burada A da daxil, B daxil olmayanda da eyni qaydadır. Yəni, böyükdən kiçiyi çıxmaq kifayətdir bizə. Deməli, burada çıxırıq, -35-dən -60-ını çıxsam, 25 buradadır. 59-dan da 15-ini çıxsam, neçə edir? 44, 44 də buradadır. Cəmi deməli, 69 qiymətdə müsbət olacaq. Aydın diləməm. Sonra soruşun uşaqlar. Niyə yenə o 3-4 dənə misal niyə qalıb? Neçə qədərdir ki bu? Sonra sualı olan var, yoxsa siz də hamınız yarımçıq yazmısınız? -92. 92-yə qədər sənin səhvin yoxdur. Dəqiq bax. Burada elə misallar var, sən məndən soruşmursan.
Şoka düşürəm. 87 değildi derim ama yok Ezrail. Yazmamışam. Orada mesela 88 biraz çaşdırıcı sualdı. Deməli, e, A 1999'dur. 1999. Böldüm sıfırdan. Hə, B bərabər oldu. Ona böləndə qalıq isə 9. Sonra ona böldüm, 1000'ə böldüm, tamını tapdım. Bu 1 eləyir. 1 kiçikdirmi qalıqdan 999-dan? Hə, oy 9099 yazdım. 1000'ə bölsəm qalığı 999 qalır da. Bir kiçikdirmi 999-dan? Hə, A bərabər oldu. Sondan bir rəqəm silirəm. 199-a. Sonra 199 böyüdümü sıfırdan? Hə, B bərabər oldu. 9 üstəcək 9. İndi bunu 199 qalıb da A. 199'u 1000'ə bölsəm tamı sıfırdır. Amma qalıq 199'un özüdür. Yenə A bərabər olur. Yəni şərt ödənir də. A bərabər olur 19'a. 19 böyüdümü sıfırdan? Hə, B bərabər olur 18 idi. Üstünə bir də 9'u gəlirəm. Ona böləndə qalıq 9'u. Eləyir 27. 19'u 1000'ə bölsəm tamı 0, qalığı 19'dur. Şərt ödəndə A oldu 1. 1 böyüdümü sıfırdan? Hə. B bərabər oldu 27 idi. 1'i ona böləndə qalıq elə 1'dir. B oldu 28. 0 1'i 1000'ə bölsəm tamı 0'dır. Amma 1000'ə bölsəm qalığı 1'dir. 0 kiçikdirmi 1'dən? Hə. A bərabər oldu. 1'i ona böləndə tam isə 0. 0 böyüdümü 0'dan? Yox, dövr sonlandı. B oldu 28. Əslində rəqəmlərin cəmini tapır. Yəni burada boş bir əməliyyat yerinə yetirir. Aydındır, həmişə ödənir də bu şərt yəni. Aydındır mı? Sonra 89, 88, 88. Yazmısan? Bəs onda niyə hoppanırsan 92 yapıram gedirsən? Birdən gəldi imtahana düş. Özdə fikir verin, dimdən salırlar ha. Bunu bir də işləyəcəksiniz Python hissəsini. Dimi təkrarı, dimdən dim 20 sınağı verəcəm. 20 sınağı yavaş-yavaş alın. Kimin yoxudursa alsın ki. Allah qoysa ona başlayaq işləyək yavaş-yavaş. Python dilində yazılmış proqram nəticəsini tapın. X 0-dır, Y 1-dir. Deməli, i dəyişir 1-dən 11-ə kimi. Bunu addım-addım eləməliyik. Birin özdə itirdiksə, proqram səhv alınacaq cavab. Məsələn, 1'i götürdüm, i gəldi 1'i alır. If, elif, else-də 3-dən bir şərt ödənməlidir. 1'i 3'ə böləndə alınan qalıq. 1'i 3'ə böləndə alınan qalıq, 1'i 5'ə böləndə alınan qalığa bərabərdirmi? Hə? X bir vahid artır. Sonra i gəlir 2'ni alır. Tabi bu ödəndiyi üçün digərlərinə baxmıram. 2'ni 3'ə böləndə alınan qalıq, 2'ni 5'ə böləndə alınan qalığa bərabərdirmi? Yenə bərabərdir. X olur 2. i gəlir 3 alır. 3'ü 3'ə bölsəm, 3'ü 5'ə bölsəm, 3 3'ə böləndə 0 qalıq qalır, 5'ə bölsəm 3 qalıq qalır, bərabər deyil. Keçirəm bunu yoxlayıram. 3'ü 2'yə bölsəm, 3'ü 4'ə bölsəm, 3'ü 2'yə bölsəm 1 qalıq qalır, 4'ə bölsəm 3 qalıq qalır. Deməli yenə bərabərdir. X bərabər oldu. X plus i. X 2 idi, i də 3'dür. Oldu 5. Sonra i gəlir 4'ü alır. 4'ü aldı. 4'ü 3'ə bölsəm 1 qalıq qalır. 4'ü 5'ə bölsəm 4 qalıq qalır. Bərabər deyil. 4'ü 2'yə bölsəm 0 qalıq qalır. 4'ü 4'ə bölsəm 0 qalıq qalır. Bərabərdir. Y bərabər oldu. Y üstəgəl x oldu 6. i gəldi 5'i aldı. 5'i 3'ə bölsəm, 5'i 5'ə bölsəm bərabər deyil. Bu 2 edir, bu 0 edir. 5'i 2'yə bölsəm 1 qalıq qalır. 5'i 4'ə bölsəm 1 qalıq qalır. Bərabərdir. Y bərabər oldu. 6 üstəgəl x. Yəni y üstəgəl x da 11. i gəldi 6'nı aldım. 6'nı 3'ə bölsəm, 6'nı 5'ə bölsəm bərabər deyil. 6'nı
2-yə bölsəm bölünür. Amma 6 4-ə bölünmür. Deməli, bu da deyil. X bərabər oldu. 5 üstəgəl 6, i 11. Sonra i gəlir 7-ni alır. 7-ni 3-ə bölsəm, 7-ni 5-ə bölsəm. 7-ni 3-ə bölsəm 1, 7-ni 5-ə bölsəm 2 qalıq qalır. 7-ni 2-yə bölsəm, 7-ni 4-ə bölsəm, 7-ni 2-yə bölsəm 1 qalıq qalır. 4-ə bölsəm 3 qalıq qalır. Onda x bərabər olur. X üstəgəl i 18. 11 idi, üstünə 7-ni gəldi. i gəlir 8-i alır. 8-i 3-ə bölsəm, 8-i 5-ə bölsəm. 8-i 5-ə bölsəm 3, 3-ə bölsəm 2 qalıq qalır. Ödənmədi. Amma hər ikisi 4-ə bölünür. Daha doğrusu həm 2-yə, 8 həm 2-yə, həm də 4-ə bölünür də. Yəni bu bizə hər ikisi 0 verəcək, ödənəcək. Y bərabər olacaq. Y plus x eləyəcək 29. i gəlib 9-u alacaq. 9-u 3-ə böləndə 0 eləyir. 5-ə böləndə 4 qalıq qalır. 9-u 2-yə böləndə 1, 9-u 4-ə böləndə 1 qalıq qalır. Yenə bu şərt ödənir. Y bərabər olur. Y üstəgəl x. Bu da eləyir neçə? 47. i ən sonda 10-u alır. 10-u 3-ə bölsəm 1 qalıq qalır. 10-u 5-ə bölsəm bölünür. 10-u 2-yə bölsəm 0 qalıq qalır. 10-u 4-ə bölsəm 2 qalıq qalır. X bərabər olur. X plus i-yə. X ən son 18 olur. Üstünə də 10 gəlsəm eləyir 28. Deməli, Y 47 qiymətini alır. Aydındır bu saat. Addım-addım getməliyik. Hansı sual? Buyur. Az çox qədər artıq. Fikir versən, çox qədər. Dediyin, hə. Var misalı. Bilmirəm işləmisiniz yoxsa yox. Bax, mən onu sınaqda izah eləmişəm. Python məntiqi əməllər. Orada bir dənə məntiq testi var. Orada o hissəni izah eləmişəm. Əkobla artıq. Bax, məsələn, göstərim. Deməli, o sınaqların nəticələri onsuz da mənə gəlmir də. Yəni, atan yoxdur ki, müəllimə işləyirəm. Əlinizdə bu qədər imkan var. Amma heç birinə istifadə eləmirsiniz. Vallahi. Bunların ayrıca dərslərin pulla verirlər. Uşaqlar, sizin əlinizdə bunlar var, amma istifadə eləməyə qəti istəmirsiniz. Bax, deməli, x-in neçə natural qiymətində ifadə true qiymətini alar. Hər üçü əndlə birləşib. Yəni, həm ədəd 200-dən kiçik olmalıdır, həm 8-ə böləndə 2 qalıq qalmalıdır, həm də 9-a tam bölünməlidir. İndi, mən sizə demişdim ki, əgər ədəd cütdürsə, 8-ə böləndə qalığı da cütdür. Təkdirsə, qalığı da tək olmalıdır. İndi fikir versəz, burada 8-ə böləndə cüt qalıq qalıb, 2 qalıb. Deməli, cüt ədəddir. Cüt ədəddir və 9-a bölünən ədəddir. İlki neçə olur? 19. 18. Cüt ədəddir və 9-a bölünən ədəddir. İlki olur 18. 18-i 8-ə bölsən 2 qalıq qalır. 18 9-a tam bölünür. 200-dən də kiçikdir. İlki oldu 18, hə? Növbəti artıq 8 ilə 9-un əkobudur. 72. Yəni 72 vahid sonrakı ədədə düşürəm. 72 gəlsəm olacaq 90. 90-ı 8-ə bölsəm həqiqətən də 2 qalıq qalır, 99-a tam bölünür. Sonra bunun üstünə bir də 72 gəlsəm, eləyir 162. 162-ni 8-ə bölsəm 2 qalıq qalır, 162 9-a bölünür. Hər dəfə əkob qədər olur. Hamısında eyni qayda keçərlidir. Tapmısan, nə yaxşı.
Sınağın izahına baxsaydınız, sınağın izahında vermişəm onu ki, ək o qədər artırılır. Yəni sınağı işləyən var ki, izahına da baxsın. Onlarda nə qədər qaydalar demişəm. Mən bax bu məntiqi bilmirəm indi bunun izahını yükləyiblər ora yoxsa yox. Bax burada məntiqi ifadələrdə çoxlu məsələlər var. O şərtləri müəyyənləşdirməklə bağlı. Bax məsələn bunu özünüz tapın. X-in neçə natural qiymətində false qiymətini alır. 2 var idi cavabı, həmin o qiymətləri tapın. X-in neçə natural qiymətində ifadə false qiymətini alır. Onunla birləşmədə false olması üçün nə olmalıdır? Heç biri ödənməməli. Üçündən biri o ənddədir. Əndlə birləşmədə üçündən biri ödənməsə ümumi nəticə false olur. Amma or toplama deyil. Orada məsələn də false-u 0 götürün. 3 dənə 0-ın cəmi 0 eləyər də. Bir dənəsi 1 olsa nəticə true olur, 1 olur. İndi heç biri ödənməməlidir. Yəni burada deyir ki, x-i 8-ə böləndə alınan qalıq 2-dən fərqlidir. Bunun əksi nə olacaq? Deməli x-i 2-yə yox, x-i 8-ə böləndə bu hamısını false edirsən də, hamısını false edirsən. Əksini götürürsən, hamısını, yalanını götürürsən. Deyir ki, burada 8-ə böləndə alınan qalıq 2-dən fərqli olsun. Deməli 8-ə böləndə alınan qalıq 2 olmalıdır. Ki false olsun. X 9-a bölünməməlidir. Deməli x 9-a bölünməlidir. Sonra x 100-dən böyük bərabər olmalıdır. Deməli x 100-dən kiçik olmalıdır. İndi hansı qiymətlər olur? Bəli. Yox, or yox, and. Artıq əndlə. Əksin götürürəmsə, əndlə götürürəm. De Morgan qanunu var. A or B-nin inkarı. A-nın inkarı and, B-nin inkarını verir. Və bunun əksi də doğrudur. A and B-nin inkarı, A-nın inkarı or B-nin inkarını verir. Artıq əndlə birləşdirirəm. Eyni şərt üçündə də ödəməlidir. Yəni həm ədəd 8-ə bölündə 2 qalıq qalmalıdır, həm 9-a bölünməlidir, həm də 100-dən kiçik olmalıdır. Əkslərini götürürəm də, ümumi əksini götürürəm. Bayaq yazdığım da əslində 18 mənim. Bəli, 18 ilə 90-dır. Bəli. Belə uşaqlar, testi davam edin. Açıq suallarda yazmağa cəhd edin. Mən dərs izahı atacağam sizə. Dərsin izahına baxarıq. Bir də sizə PDF atmışam da. Alqoritm qurmaq. Birinci günü onu da hazırlayın. Yaxşı. Belə. Bu gün sağ olun.